Əziz ağsaqqallar, qızılbaş ağbirçəklər, hörmətli nənələrimiz, canın babalarımız, ürəyiniz möhkəm olsun. Çünki bugün sizə danışacağım xəbər, bağışlayın, adamın tüklərini biz edir. Baxın, bir neçə saatdır ki, sosial şəbəkələrdə insanların dillərində gəzən bir şayə var. Bir şayə deyil, demək olar ki, təsdiqlənmiş, iç xəbər kimi yayılan bir məlumat. Dövlət Sosial Müdafiə Fondunun daxili sərəncamı, daha doğrusu gizli əmri barədə danışılır. Nömrəsi də gəzir dillərdə 412B. Bəli, 412B. Bu əmrə görə bildiyiniz o 50 manatdan artıq əlavə alan bütün təqaüdçülərin vəsaitləri, yəni həmin əlavələr artıq gələn aydan etibarən kəsilə bilər. Səbəb nədir bilirsinizmi? Baza xətası. Bəli, düz eşitdiniz. Sizin 10 illərlə çəkdiyiniz zəhmət, ağartdığınız saçlarınız, yuxusuz keçən gecələriniz, ailənizə, vətəninizə sərf etdiyiniz ömür, bütün bunlar indi bir baza xətası kimi qiymətləndirilir. Və ən acısı da odur ki, bu ani yoxlamalar rayonlardan başlayacaq. Əgər ayın 15-nə qədər icra hakimiyyətindən lazımi arayışı təqdim etməsəniz, bütün ödənişləriniz tamamilə dayandırılacaq. Təsəvvür edirsiniz məzlərim, sizin həyatınız, sizin rahatlığınız, sizin ömrünüz indi kimlərin əlində bir səhv olub. Əzizlərim, mən bir hüquqşünas olaraq sizin haqlarınızı müdafiə etməyi özümə borc bilən bir vətəndaş olaraq bu xəbəri eşidəndə yuxularım ərşə çəkildi. Bizim yaşlı nəslimiz, ağsaqqallarımız, ağbirçəklərimiz, onlar bu ölkənin dayağıdır. Onlar torpağa əkib bezərib, evlər tikib, körpələr böyüdüb, bu vətəni bugünkü səviyyəyə gətiriblər. Sizin hər birinizin qırışmış əllərində bir tarix, hər birinizin gözlərində bir müdriklik yatır. Siz ömrünüzü bu vətənə, bu torpağa, bu xalqa xidmətə həsr etmişsiniz. Zəhmətimizlə bu ölkəni qurmusunuz, onun sütunlarını ucaltmışsınız. Bütün həyatını halal zəhmətlə qazanmış, 10 illər boyu vicdanla vergi ödəmiş bir insan üçün indi bu cür laqeydlik, bu cür etinasızlıq qarşısında nə hiss edirsiniz? Bu sizin qürurunuza toxunmurmu? Sizin zəhmətkeş əllərinizlə qurduğunuz bu cəmiyyət sizə indi beləmi cavab verir? Qürur duyduğunuz yaşınızı, ömür boyu yığdığınız dəyərləri niyə indi bu cür təhqir edirlər? Deyirlər baza xətası. Bəlkə bu əslində bizim cəmiyyətin, bizim dövlətin, sizin dəyərinizi unutma xətasıdır. Bəlkə bu əslində sizə verilən sözlərin, sizə olan borcun yaddaşdan silinmə xətasıdır. Məhz bu səbəbdən əzizlərim, bu kanala abunə olun. Çünki belə vaxtlarda doğru və etibarlı məlumat almaq, haqlarınızı bilmək sizin ən böyük silahınızdır. Mən söz verirəm, hər bir yeni məlumatı, hər bir dəyişikliyi ən qısa zamanda sizə çatdıracaq. Hansı addımları atmanız lazım olduğunu izah edəcəm. Biz birlikdə güclüyük, unutmayın. Xatırlayırsınızmı? Bir zamanlar necə idi? Nənəmin, babamın danışdıqları qulağından getmir. Deyirdilər ki, yaşlı insanlara hörmət cəmiyyətin əsas sütunu idi. Ağsaqqal, ağbirçək sözü qanun idi. Hər kəs bilirdi ki, bu insanlar ölkə üçün nə ediblər? Kolxozlarda, sovxozlarda, zavodlarda, fabriklərdə, məktəblərdə, xəstəxanalarda, hər yerdə gecə-gündüz çalışıblar. Hər kənddə, hər obada qırışmış əlləri ilə torpağı becərən, heyvanlara qulluq edən, dərzi masasında əyilib paltar tikən, müəllim kürsüsündə ömrünü şagirdlərə həsr edən insanlar var idi. Onlar pensiyaya çıxanda bilirdilər ki, dövlət onların zəhmətini qiymətləndirəcək. Bəlkə o qədər də çox pul deyil idi, amma o pulla da ailə dolanırdı, dərman alınırdı, bayramda nəvələrə şirniyyat payı verilirdi. Ən əsası isə o pensiya bir lütf deyil, illərlə çəkilən zəhmətin, tökülən tərin əvəzi idi. Onlar bunu bilirdilər və özlərini dövlətin tərəfindən dəyərli hiss edirdilər. Heç kimə icra hakimiyyətindən arayış gətir demirdilər. Heç kimə baza xətasıdır deyib ödənişini kəsmirdilər. Əksinə, cəmiyyət onları qoruyurdu, hörmət edirdi. Ailədə böyüyün sözü yerə düşməzdi. Qohum əqrəba arasında birlik güclü idi. Çünki bilirdilər ki, sabah özləri də qozalacaqlar, bu yaşlılar kimi. Bəs indi isə hər şey başayaq olub. İndi Dövlət Sosial Müdafiə Fondu bir düyməyə basıb, milyonlarla insan həyatını baza xətası adı ilə alt-üst etməyə hazırlaşır. Bugünün reallığı belədir ki, bizim əziz ağsaqqallarımız, qızılbaş ağbirçəklərimiz təkcə iqtisadi çətinliklərlə deyil, həm də bürokratik maneələrlə üz-üzə qalırlar. Təsəvvür edin, nənə Nigarın 77 yaşı var. Ömrünü Balakəndə, fındıq bağlarında keçirib, kolxozda çalışıb. Əlləri qabar-qabar olub, 7-dən çox övlad böyüdüb. İndi 2 övladı Bakıda işləyir, biri Rusiyadadır. Nənə Nigar hər ay aldığı pensiya üstünə əlavə olunan 50 manatla öz dərmanlarını alır, nəvələrinə az da olsa pay verir.
Birdən ona deyirlər ki, o əlavə kəsiləcək, çünki bazada səhv var. Və üstəlik ayın 15-nə qədər rayon icra hakimiyyətindən arayış gətirməlidir. Nənə Nigar bu yaşda, bu xəstəlikləri ilə kimin köməyi ilə gedib o arayış alacaq? Bakıdakı uşaqları işdən icazə ala bilməyəcəklər. Rusiyadakı isə min bir çətinliklə gedib gəlməlidir. Bu insanlara bu əziyyət niyə lazımdır? Bütün bu illərin zəhmətini unutmaq bu qədər mi asandır? Və ya götürək Qaraçölpəkənddən Əhməd babanı. 83 yaşı var, vaxtı ilə tikintidə işləyib, bir çox binanın təməlini qoyub, yollar salıb. 5 nəvəsi var, ikisi Türkiyədə təhsil alır, üçü Bakıda yaşayır. Qaraçölpəkənd rayon mərkəzindən 20 kilometr aralıda yerləşir. Oradan rayon mərkəzinə getmək belə yaşlı bir insan üçün böyük bir problemdir. Taksiyə pul vermək isə pensiyası ilə mümkün deyil. İndi bu insandan tələb edirlər ki, getsin icra hakimiyyətindən nə isə bir sənəd gətirsin. Həm də 50 manatdan artıq alanları hədəf alırlar. Sanki o, əlavə onlara göydən düşüb. Halbuki o əlavələr də illərlə çəkilən zəhmətin, yaxşı iş stajının, bəlkə də müəyyən xidmətlərin qarşılığı olaraq verilir. Onların hər bir manatı halal zəhmətlə qazanılıb. Bu vəziyyətdə risk altında olan təqaüdçülərin əksəriyyəti əlbəttə ki, 50 manatdan artıq əlavə alanlardır. Bu əsasən uzun iş stajı olan, müəyyən dərəcədə daha yüksək əmək haqqı ilə çalışmış və ya xüsusi xidmətləri olmuş insanlardır. Onlar arasında kənd təsərrüfatında işləmiş veteranlar, müəllimlər, həkimlər, mühəndislər, sənaye işçiləri var. Yəni bir növ cəmiyyətin sütunlarını təşkil edən insanlar. Onların əksəriyyəti rayon və kəndlərdə yaşayır. Uzaq məsafə, nəqliyyat çətinlikləri, sağlamlıq problemləri, övladlarının Bakıda və ya xaricdə, məsələn Rusiyada, Türkiyədə işləməsi səbəbindən yanlarında ola bilməməsi bu insanları daha da həssas edir. Onlar sadəcə bir sənəd gətirmək üçün belə böyük çətinliklərlə özləşirlər. Hətta bəzi təqaüdçülər var ki, komaya düşüb xəstəxanadadır. O halda necə arayış gətirəcək? Bəs hansı kateqoriyalara yüksəliş var? Bu barədə hələ ki heç bir konkret məlumat yoxdur. Adətən minimum pensiya məbləği artırılır. Bəzən müharibə veteranlarına, əlilliyi olan şəxslərə, şəhid ailələrinə müəyyən əlavələr olur. Amma bu yüksəlişlər də çox təəssüf ki, inflyasiya ilə müqayisədə çox cüzi qalır. Dərmanların, ərzağın qiyməti günü-gündən qalxarkən verilən əlavələr, artımlar sadəcə bir damla su kimi görünür. Yaşlı insanların mübarizəsi təkcə bürokratiya ilə deyil, həm də həyatın hər sahəsində artan xərclərlədir. Onların qazandığı pensiya çox təəssüf ki, normal yaşayış səviyyəsi üçün yetərli deyil. Təqaüdçü insanlarımızın hər biri bir kitabdır. O kitablarda yazılanları oxusaq görərik ki, bu ölkənin hər daşında, hər kərpicində onların əməyi var. Onların hər birisinin həyatı bir dastan, bir əfsanədir. Unudulmuş kimi görünən bu insanlara dövlət, cəmiyyət niyə sahib çıxmır? Axı yaşlı insanlara hörmət bizim milli mentalitetimizdə ən müqəddəs dəyərlərdən biridir. Nə oldu o hörmətə? Niyə indi yaşlı insanlarımızın həyatı bu qədər ağırlaşır? Qohum əqrəba arasında birlik zəifləyibmi? Xeyr, zəifləməyib. Sadəcə övladlar Bakıda işləməyə, xaricə getməyə məcburdur. Çünki kəndlərdə iş yoxdur, gələcək yoxdur. Onlar da öz valideynlərinə kömək etmək istəyirlər, amma həyat çətinlikləri onlara mane olur. Bu sadəcə bir arayış məsələsi deyil, əzizlərim. Bu, dövlətin öz ağsaqqallarına, öz ağbürsəklərinə münasibətidir. Bu, cəmiyyətin öz təməllərinə münasibətidir. Əgər biz yaşlılarımızı qiymətləndirməsək, onların zəhmətini unutsaq, gələcək nəsillərimizdən nə gözləyə bilərik? Onlar da bizi eyni laqeydliklə qarşılayacaqmı? Bizim babalarımız, nənələrimiz gələcək nəsillər üçün örnək olublar. Onların dərin həyat təcrübəsi, müdrik məsləhətləri, bizə öyrətdikləri dəyərlər bu gün cəmiyyətimizin yaddaşından silinirmi? İndi sizdən soruşmaq istəyirəm, əziz izləyicilər, sizin öz şəxsi təcrübələrinizdə belə bürokratik maneələrlə qarşılaşmısınızmı? Siz Dövlət Sosial Müdafiə Fondundan hansısa bir sənədi almaq üçün, yaxud hansısa bir məlumatı öyrənmək üçün nə qədər əziyyət çəkmisiniz? Bəlkə sizin də əlavənizi kəsmək istəyiblər. Bəlkə siz də baza xətası kimi cəfəng bir səbəblə özləşmisiniz. Zəhmət olmasa bu videonun altında öz təcrübələrinizi, öz ağrılarınızı, öz şikayətlərinizi bizimlə bölüşün. Neçə yaşınız var, neçə il işləmisiniz və nə qədər pensiya alırsınız? Nə üçün, hansı səbəblə əlavənizi kəsmək istəyirlər? Hətta ən kiçik bir detal belə bizim üçün çox vacibdir. Çünki biz bu məlumatları toplayıb daha güclü bir arqumentlə çıxış edə bilərik. Unutmayın ki, sizin hər bir şərhiniz, hər bir təcrübəniz başqalarına güc verəcək. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etməliyik əzizlərim? Birinci və ən əsası panikaya düşməyin. Bəli, vəziyyət ciddidir, amma panika heç bir fayda verməyəcək. İkinci addım, dəqiqləşdirin.
Hələlik bu bir sərəncamdır, amma rəsmi saytlarda bu barədə məlumat yoxdur. DSMF-nin qaynar xəttinə zəng edin, dəqiqləşdirin. Mən bilirəm ki, qaynar xətlərə düşmək çətindir, cavab verməyə bilərlər, amma yenə də cəhd edin. Əgər zənginizə cavab vermirlərsə, bunun da qeydini aparın. Üçüncü və ən vacib addım. İcra hakimiyyətindən tələb olunan arayışı almaq üçün hərəkətə keçin. Bəli, bilirəm, bu çox çətindir, xüsusilə də kənd yerlərində yaşayanlar üçün. Əgər övladlarınız Bakıda və ya xaricdədirsə, onlarla əlaqə saxlayın. Qohum-əqrəba arasında kömək istəyin. Yaxın bir qonşu, bəlkə də bir qohum, bələdiyyədən kimisə sizə kömək edə bilər. Bu arayışı hansı formda, hansı məzmunla tələb etdiklərini dəqiqləşdirin. Boşuna getməyin, vaxt itirməyin. Əvvəlcə zəng edib, yaxud kimisə göndərib dəqiqləşdirin ki, hansı sənədlər lazımdır, hansı şöbəyə müraciət etmək lazımdır. Onlar sizdən əsasən əmlakınızın olub-olmaması, ailə tərkibi, yaşayış yerinizin təsdiqi barədə arayışlar istəyə bilərlər. Əgər bu arayışı almaq çətin olarsa, yaxud icra hakimiyyəti, bələdiyyə sizə kömək etməkdən boyun qaçırarsa, hər bir halda rəsmi müraciət edin və müraciətinizin qeydə alınmasını tələb edin. Müraciətinizə yazılı cavab almağa çalışın. Bu gələcəkdə sizin hüquqlarınızı müdafiə etmək üçün vacib sübut olacaq. Unutmayın, bu bürokratik oyunlar təkcə sizi yox, minlərlə insanı narahat edir. Buna görə də bəzən kollektiv müraciətlər daha təsirli ola bilər. Əgər sizin kimi eyni problemlə üzləşən bir neçə qonşu, qohum varsa, birləşib birgə müraciət edin. Bir yerdə getmək, bir yerdə şikayət etmək daha çox diqqət çəkəcək. Və əgər bütün bu cəhdlər nəticəsiz qalarsa, bilin ki, siz tək deyilsiniz. Mən, bu kanal və bizim komandamız sizin yanınızdayıq. Biz bu cür ədalətsizliklə mübarizə aparmağa hazırıq. Hüquqşünas olaraq biz sizin adınızdan müraciətlər edəcəyik. Lazımi instansiyalara şikayətlər ünvanlayacağıq. Hər bir vətəndaşın haqqı var və heç kimin haqqını tapdalamağa icazə verməyəcəyik. Bu günün hakimiyyəti dünənin ağsaqqallarının çəkdiyi zəhləsini görürsə, onda o zəhmətin sahiblərinə hörmət etməlidir. Yoxsa bu günün dövləti sabahın ağsaqqallarını necə düşünəcək? Və sonda əzizlərim, bir daha bu videonun əvvəlinə qaydaq. Sizə deyilən o baza xətası səbəbindən 50 manatdan artıq olan əlavəniz kəsilə bilər. Bütün ömrünüzü bu vətənə xidmətə sərf etdiyimiz halda sizə səhv dedikləri üçün pulunuzu kəsərlərmi? Sizin şəxsən özünüzün bu barədə fikriniz nədir? Özünüzü aldadılmış, yoxsa haqları tapdanmış hiss edirsiniz? Zəhmət olmasa bu sualın cavabını şərhlərdə yazın. Bu sualın cavabı bizim birgə mübarizəmizin başlanğıcı olacaq.